Müasir dünyadakı sürət tələsində ən çox ehtiyac duyulan şey. Hər boşluğun öz hekayəsi var. İnsan həyatında boşluq özünü fərqli formalarda göstərə bilir. Kiminsə yoxluğu, bir münasibətin bitməsi, məqsədsiz bir dövr, işin itirilməsi ya da daxilində izah olunmaz bir his. Bu boşluqların hər biri bir dəyişimin, bir itkinin, dərin bir ehtiyacın izidir. Boşluqları doldurmağa tələsdiyimiz üçün çox vaxt onları başa da düşmürük. Yaranan boşluğu dərhal nə iləsə doldurmağa çalışırıq çünki. Yeni bir münasibət, alış-veriş, sosial media, zərərli vərdişlər və s. Amma o boşluğun təməlində nəyin yatdığını bilmədən sağlam seçim edə bilmərik. Onu lazımlı-lazımsız nələrləsə tez əvəzləmək əvəzinə, yerinə nə və necə qoyulsa o məni tamamlayar deyə düşünmək bizi daha sağlam seçim etməyə yönəldir. Müasir dünyadakı sürət tələsində ən çox ehtiyac duyulan şey tələsik qərardan əvvəl durub düşünmək. Ona görə də bəzən bir şeyin bitməsi boşluq hissi yaratsa da məhz o boşluq yeni nəyinsə yaranması üçün yer açır. Toxum torpaqda yer tapmasa cücərməz axı və o toxumu seçmək şansı da bizə aiddir.